Baxın, həyatda səhvsiz insan yoxdur. Mənim də səhvim var, burada oturan hər kəsin səhvi var. Bu bir tərəfdən həm də bir görkdür ki, qarnınızı, ürəyinizi süfrə kimi açıb hər kəsin qabağında qoymayın. Sərgiləməyin. Kimlərəsə fürsət verməyin ki, sabah onlar sizi zəif nöqtənizdən vursunlar. Həmişə eyni nöqtədə qalmır insan. Davam eləyirsən, addım atırsan, qabağa gedirsən. Ən doğma bildiyiniz insanlara da dərdinizi, sirrinizi açmayın. Saxlayın qəlbinizdə. Mən bu həyatda gəldiyim nəticə budur ki, ağzını bağlı saxlayacaqsın. Ağzın qan olsa sus. Ağzın qan olsa açma, sus. Qoy orada qalsın. Qoy orada qalsın.